Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər, hörmətli müəllimlər. Sizin üçün mövzu sınaq 17-nin izahatını verəcəyəm. Mövzumuz Azərbaycan Cəlalilər və Teymurilərin hakimiyyəti illərində Şirvanşahlar dövləti Şəki hakimliyi və eyni zamanda Azərbaycan mədəniyyəti ilə bağlı olacaq. Suallarımıza keçid alaq. Burada birinci sualda qeyd edirik, xəritəyə əsasən səhv cavabı müəyyən edin. 3. Teymurun ölümündən sonra 1-ci İbrahim tərəfindən tutulub. Bu Gəncə ərazisi göstərir 3-də. Ona görə də biz burada doğru cavabı götürə bilərik. Burada bizdən nə istəyir? Deməli, səhv cavabı istəyir. Bu isə doğru cavabdır. Deməli, A-nı götürə bilmərik. Teymurun 3-cü yürüşü zamanı buranı tutaraq dağıtdı. 3-cü yürüşü zamanı buranı tutaraq dağıtdı. Burada 1 göstərilib. 1 olan ərazini görürük ki, təxminən Gürcistan ərazisini göstərir. 5 Rəvadilər dövlətinin paytaxt şəhərləri olmuşdur. 5 Rəvadi dövlətinin paytaxt şəhərləri olmuşdur. 5 Rəvadi dövlətinin paytaxtı Ərdəbil olub, doğrudur. Rəvadi dövlətinin yəqin ki, paytaxt şəhəri olmuşdur. 4 Toxtamışın 1485-ci ildə bu ərazidən Azərbaycana soxdu. 4 bəli, Dərbənd keçidi vasitəsilə doğrudur. Bu da 2 Feodalizmin 3 mərhələsində də paytaxt şəhəri olmuşdur. 2. Feodalizmin 3 mərhələsində də paytaxt klassik feodalizm dövründə və eyni zamanda da yəni hər üç dövrdə paytaxt şəhəri olmuşdu. Doğrudur bu. 2. Yəni Təbriz şəhəri həm klassik feodalizm dövründə, həm belə də erkən orta əsrlərdə Rəvadilər dövlətinin paytaxtı, eyni zamanda Eləncər dövlətinin paytaxtı olub və 2 uyğundur. Bu da B variantı yanlış cavab olur. Digər bir sualda deyir ki, klassik feodalizm dövrünün memarlıq abidəsidir. Klassik feodalizm götürdük 11-15. İndi bu illərdə deyir ki, memarlıq abidəsidir. Sündür 920-də də aid götürməliyik. Bayal qalası 13-cü əsrə aiddir. 13-14-cü əsri götürə bilərik. Təbrizə Göy məscid 1465 götürə bilərik. Şeyx Cüneyd məqbərəsi deməli 1544-cü illədir. Bunu götürmürük, 16-cı əsrə aiddir. Xristian Qıpçaq türklərinin Eçməzdindəki məbədi. Xristian Qıpçaq türklərinin Eçməzdindəki məbədi deyək ki, 1441 götürsək, deməli burada 3 dənə cavab olur. Yəni 3 cavab götürsək, bu da 3 cavab olur. Burada da Y variantı uyğun cavab olur. 3-cü sualda xronoloji ardıcılığı müəyyən edin. Elxanilər dövlətinin varlığına son qoyması 1357, Cəlalilər dövlətinin yaranması 1340, Qızılordu Canıbəyin Təbrizə ələ keçirməsi 1357, Şirvanşahlar dövlətinin Cəlalilər dövlətinin tabe edilməsi 1367-ci ildə aid olduğu üçün əvvəlcə olmalıdır 2, sonra olmalıdır deməli 2 Canıbəyin Təbrizə ələ keçirməsi, deməli 3 Təbrizə ələ keçirməsi, Elxanilər dövlətinin varlığına son qoyması 1, sonra 4. 2 3 1 4 olmalıdır. 2-3-1-4-də C variantında göstərilmişdir. 2-3-1-4-də C variantı. Deməli, əvvəl Cəlalilər dövləti 1340, Canıbəyin Təbrizə ələ keçirməsi doğrudur. Elxanilər dövlətinin varlığına son qoyulması doğru. Bir də Şirvan Cəlalilər dövlətinin son 4-də. Deməli, C variantı olur. 3-cü sualda. Digər suala baxsaq, 4-cü sualda hadisə nəticə əlaqəsi pozulmuşdur. Yəni, yanlış cavab istəyir. Şeyx Hüveysin Şirvanşahları özünə tabe etməsi, Cəlaləddinin Azərbaycan işğalını başa çatdırması. Şeyx Hüveyslə 14-cü əsrdə hücum edib, Cəlaləddin 13-cü əsrdə bunların arasında uyğunluq yanlışdır. Deməli, yanlış olduğu üçün biz onu doğru götürəcəyik. Şirvanşah Hüseyinki zülmünə qarşı üsyanın baş verməsi, Kəsənli sülaləsinin hakimiyyətinin başa çatması bu doğrudur. Biz bunu götürməyəcəyik. Doğru olanları götürməyəcəyik, yanlış olanları götürəcəyik. Şərəf əl-mülkün qeyri-qanuni vergilər toplanması, Təbrizə üsyanın baş verməsi doğrudur. Götürə bilərik Cəlaləddinə qarşı. Şeyx Hüveysin Şirvana hücumu Şirvanşahların Cəlalilərdən deyir. Cəlalilərdən. Deməli, Cəlalirlilərdən olmalıdır. Bu Cəlali yazıbdır. Səhvdir. Deməli, biz bunu yanlışı doğru götürəcəyik. Bir dəqiqə. Yəni, şərəf əl-mülkün bu yanlışdır. Bu doğrudur. Yəni, çünki doğru olanı şərəf əl-mülkün qeyri-qanuni vergilər toplanması, Təbrizə üsyanın baş verməsi doğru olduğu üçün biz onu götürməyəcəyik. Toxtamışın hiylə ilə Təbrizə ələ keçirilməsi, Elxanilər dövlətində Qızıl Ordunun qısa müddətli hakimiyyətin qurulması. Toxtamışın Elxanilər dövlətindən heç bir əlaqəsi yoxdur.
Yəni burada diqqətlə baxsaq, Şirvan hücumu Şirvanşahlarının asılılığı qəbul etməsi. Biz orada bu da deməli yanlış cavabı götürməliyik. Bir A yanlış idi. B doğru idi. Şəngin zülmünə qarşı üsyanın baş verməsi, Kəsənlər sülaləsinin hakimiyyətini başa çatması, Şərəf əl-Mülkün qeyri-qanuni toplanması, Təbrizdə üsyan doğrudur. Şeyx Üveysin Şirvana hücumu, Şirvanşahlar cəlairlərin asılı qəbul etməsi doğrudur. Burada Toxtamışın ilə Təbrizi ələ keçirmə 1385-ci ildə Elxanlar dövləti mövcud deyildi. Deməli bunu yanlışdır. Biz onu doğru götürəcəyik. Doğru cavabımız A ilə Y olur. Burada da C variantı doğru cavab olur. Digər bir sualımızda Əbdüləziz ibn Şərafəddin tərəfindən hazırlanan Tiyanın hazırda hansı ərazidə saxlanır? Bu Qazaxıstan ərazisində, Ermitaj Qazaxıstan ərazisindədir. Burada da 5 rəqəmi göstərmiş ərazidə. Bu da D variantı uyğundur. Digər bir sualda deyir ki, verilmiş məlumatlardan neçəsi Azərbaycanın 13-14-cü əsr mədəniyyətinə aiddir? İlk dəfə türbələrin inşa edilməsi. Türbələr yəni 13-14-cü əsrdən əvvəl də olub da. Məsələn deyək ki, Məmünə xatun türbəsi 12-ci əsrə aiddir məsələn. Azərbaycan burada deyir ki, mədəniyyətinə aiddir. O ilk dəfə türbələrin tikilməsi 13-14-cü əsrdir. Azərbaycan dili ifadəsi bəli işlədilib. Dilçilər Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani. Təbriz Memarlıq Məktəbi 13-14-cü əsrə aiddir, götürə bilərik. Yeni şəhərlərin salınması ola bilər. Məsələn, Sultaniyə, Mahmudabad kimi yeni şəhərlər salınıb. Doğrudur. Şərqin 1-ci Ali Məktəbinin fəaliyyətə başlaması. Şərqin 1-ci Ali Məktəbi Nizamiyyədir. 13-14-cü əsrə aid ola bilməz. Müdafiə qalalarının inşa edilməsi. Bu dövrə deyildi. Yəni 13-ün neçəsi Azərbaycanın 13-14-cü əsr mədəniyyətinə aiddir. Müdafiə qalaları bu dövrdə də olub. İnşa edilməsi, ilk dəfə inşa edilməsi deyir ki, ola bilər inşa olunub. Yəni biz onda 4-ünü götürə bilərik. B variantını götürə bilərik 6-cı sualda. Növbəti 7-ci suala baxsaq, burada deyir ki, aşağıdakı cədvəldə hadisələrdən hansılarının yerini dəyişsə düzgün xronoloji ardıcıl alınar. Toxtamış xanın Azərbaycan hücumunun başlanması oldu 1385, Əlincə qalasının Teymurlər tərəfindən tutulması 1400, Cəlairlər dövlətinin süquta uğraması, Cəlairli dövlətinin süquta uğraması 1410, Şirvanşahlar 1-ci İbrahim Azərbaycan vahid oldu 1406, Şirvanda Teymurlərin hakimiyyətinə son qoyulması isə Şirvanda Teymurlərin hakimiyyətinə son qoyulması Əmir Teymurun ölümündən sonradır. İndi burada baxırıq Azərbaycan hücum başlaması, Əlincə qalasının Teymur tərəfindən ələ keçirilməsi, Cəlairlər dövlətinin süquta uğraması. Deməli, burada Cəlairlər dövlətinin süquta uğraması 1410-dur. Şirvanşah 1-ci İbrahimin vahid halda Azərbaycanın vahid şəkildə birləşdirilməsi 1406-dır. Şirvanda Teymurlərin hakimiyyətinə son qoyulması 1405-dir. Deməli, burada 3 ilə 5-in yerini dəyişsək, düzgün xronoloji ardıcılıq alınır. Burada 3 ilə 5 D variantında göstərilib. Digər bir sualda Şirvanşahlar dövləti və Dərbəndilər sülaləsinin hakimiyyət dövründə paytaxt Şamaxıya köçürdü. Xeyr. Burada artıq Bakı idi. Dərbəndilər sülaləsi dövründə Səlcuq dövləti Kəsanilərin dövründə idi. Dərbəndilər sülaləsinə aiddir. Monqol yürüşləri də Kəsanilərə aiddir. Müəyyən müddət Cəlairlər dövləti ilə müttəfiq oldu. Cəlairlərlə Şirvanşahların müəyyən qədər müttəfiqliyi oldu. Məsələn, 1-ci İbrahimin dövründə olub. Cəlairlər dövlətinin asılı vəziyyətə düşdü. Götürmək olmaz. Yəni, burada Şeyx Üveysin dövründə olub. Deməli, D uyğun cavabdır. Müəyyən müddət Cəlairlər dövləti ilə müttəfiq olmuşdu. Bəli. Məsələn, 1-ci İbrahim Cəlairli Sultan Əhmədlə müttəfiq olub. Qara Yusifə qarşı birləşiblər. 9-cu suala baxırıq. Şirvanşah 1-ci İbrahim, Cəlairli Sultan Əhməd və 1-ci Axsitana aid olan xüsusiyyətləri soruşur. Monqolların 3-cü yürüşü zamanı deməli tabi olaraq ölkəsinin dağıntılardan xilas etdi. Bu 2-ci Axsitanda A gedəcək 3-ə. Azərbaycan böyük bir hissəsini vahid dövlət halında birləşdirdi. Deyək ki, B Şirvanşahlar dövlətini götürə bilərik. Bir müddət Qaraqoyun hökmdarı Qara Yusifin müttəfiqi olmuşdu. Cəlairli Sultan Əhmədi götürə bilərik. Qaraqoyunu Qara Yusifin müttəfiqi olub. Cəlairli Sultan Əhməd. Kəsranilər sülaləsi nümayəndəsi idi. Axsitandır. Yəni D-ni götürə bilərik 3-ə. Əsəd döyüşündə məğlub olan isə Cəlairli Sultan
Əhməd idi. Y bəndi gedəcək 2-yə. Deməli B, C, Y və AD doğru cavabımız A variantında verilir. Digər bir sualda baxsaq, 10-cu suala düzgün fikri müəyyən edin. 1-ci İbrahim hakimiyyətə gəlməsi Kəsənəli sülaləsinin hakimiyyətin başa çatması. Bu doğrudur. Doğru. Kəsənlilər sülaləsinin hakimiyyətin başa çatması, hakimiyyətə gəlməsi, sonra başa çatması. Marağa rəsədxanasının inşa edilməsi Qazan xanın hakimiyyəti dövrünə. Xeyr. Bu Hülaki xan dövrünə idi. Şirvanşah 2-ci Axistan tabedir. Qızıl Ordu Özbək xana. Bu da yanlışdır. Kür sayına döyüşdə məğlub edən Əmir Teymur deyil, Mirzə Ömər idi. Teymur Buxara və Səmərqəndə yürüş etdi. Toxtamış Azərbaycanı tərk etdi. Xeyr, bundan əslində Buxara və Səmərqəndə hücum edən Toxtamış xan idi. Elə A variantı uyğun cavab olacaqdır. Deməli A uyğundur. 10-cu sualda. 11-ci suala baxırıq. Burada uyğun olmayan deyir. Yusif ibn Əhməd tərəfindən yazılmış bədii kasa London muzeyində saxlanılır. Doğrudur. Victoria və Albert muzeyində. Rəbi Rəşidi mədrəsəsi Fəzlur Rəşidəddin tərəfindən təsis edilmişdir. Doğrudur. Götürə bilərik. 13-14-cü əsr Azərbaycanda yalnız Marağada rəsədxana. Yalnız Marağada olmuyor. Digər ərazilərdə də olub. 13-14-cü əsrdə Azərbaycanın yerli memarlarının iştirakı ilə iki yeni şəhər inşa olmuşdur. Yerli memarların iştirakı ilə iki yeni şəhər. Azərbaycan dili ifadəsi başlamış 13-14-cü əsrlərdə. Bu doğrudur. Bizdə yanlış istəyir. Türk dilinin dərk etmə kitabının müəllifi idi Mahmud Şəbüstəri. Türk dilinin dərk etmə kitabının müəllifi idi Mahmud Şəbüstəri. Bu yanlışdır. Deməli, yanlışdırsa biz onu doğru götürəcəyik. Azərbaycan iştirakı ilə iki yeni şəhər. Məsələn, 13-14-cü əsrdə Sultaniyə və Mahmudabad şəhərləri inşa olunub. Deməli, bunu da əgər doğru götürsə, bu ayı deməli 1, 2, 6 olur. Doğru cavab. 1, 2, 6, 3, 6 yaxşı. Belə deyək ki, yalnız Marağada rəsədxana 3 yanlışdır. Sonra Azərbaycan dili ifadəsi işləməyə başlamışdı 13-14. 5 də yanlış olar. Deməli, bir dəqiqə yenidən baxaq burada. 3-14-cü Azərbaycan Marağada rəsədxana inşa edilmişdir. Onun üçün yalnız Marağada rəsədxana inşa olmuşdur. Yalnız Marağada deyildi. 3 yanlışdır. 3'ü yanlış götürsək 1, 2, 3 tane variantda var. 5 yəqin ki burada doğrudur ki 5 doğru olsa deməli burada 6 Türk dilini dərk etmə kitabının müəllifidir. Azərbaycan dili ifadəsi işlənməyə başlanmışdır 13-14-cü əsrlərdə. 5 əslində yanlışdır axı. 5 ola bilməz. Azərbaycan dili ifadəsi başlamışdır 13-14-cü doğrudur əslində. Burada yanlışlar necə aid edə bilərik bunu? Mümkün deyil axı. Burada 5 yanlışdırsa 6 doğrudur onda. 5 doğrudur əslində. 5 doğru olduğu üçün burada yanlış da istəyir burada. Deməli 5 olan variantları götürməyəcək. 5 yanlışdır. 6 doğrudur. Deməli 1, 2 13-14-cü Azərbaycanda yalnız Marağada rəsədxana inşa edilmişdi. Azərbaycanda yalnız Marağada ola bilər. Yəni 1, 2, 3, 6 götürək. Yəni burada 1, 2, 3, 6 burada B variantını götürə bilərik. Digər bir sualda Əmir Teymurun vəfatından sonra Şirvanşah 1-ci İbrahim Teymuri Şahrux ilə uzunmüddətli mübarizə apardı. Xeyr, 1-ci İbrahim Şahrukla uzunmüddətli mübarizə aparmayıb. Yanlışdır bu. Cəlalı Sultan Əhmədin himayəsini qəbul etdi. Bu da yanlışdır. Bütün Gürcistanı öz hakimiyyəti altına, bütün deyil, Şərqi Gürcistanı öz hakimiyyətinə almışdır. Köy döyüşünə qalib gələrək Teymurlərin Azərbaycanın cənubundakı hakimiyyətinə son qoydu. Xeyr, bu da yanlışdır. Qarabağ və Gəncənin xeyli hissəsini tutaraq Teymurlərə qarşı mübarizə başladı. Doğru cavabımız Y variantıdır 12-ci sualda. Və növbəti 13-cü suala baxsaq, 13-cü sualda qeyd edilir ki, uyğunluğu müəyyən edin. Hüşəng və 1-ci İbrahimə aid olan xüsusiyyətləri soruşur.
Muğan ərazisinin dövlətə tabe edilməsi Hüşəngin dövrünə aiddir. Şeyx Üveysin yürüşünə məruz qalması, Şeyx Üveysin yürüşünə məruz qalması heç birinə aid deyil. Üsyan əsasında hakimiyyətə getməsi Hüşəngə aiddir. Deməli, Gəncə və Qarabağın xeyli hissəsini işğal etmişdi İbrahimə aiddir. Özəkin Şərqi Gürcistana aid, bu da İbrahimə. Deməli, AC və deməli, bir də olur AC, 2-də isə D-yi uyğun cavabımız D variantında verilib. 14-cü sualda 13-14-cü əsrlərdə Azərbaycan elm və mədəniyyət xadimi deyil. Məhəmməd Naxçıvani var, Həmdullah Qəzvini vardı, Səfiyyəddin Ülməvi elm və mədəniyyət xadimi, Əsəddin Əndəlüsi də vardı. Burada Fazil Fəridəddin Şirvanidir, 12-ci əsrə aiddir. Astronomda 12-ci əsrin astronomu olub. Ona görə də Y variantı götürürük. Növbəti 15-ci suala baxsaq, burada deyir ki, uyğunluq pozulmamışdır. 14-cü əsrin 80-ci illərində Hülaki dövləti hücumuna məruz qaldı Toxtamış xan. Hülaki dövləti 14-cü əsrin 80-ci illərdə mövcud deyildi. Burada doğru cavab istəyir. Kəsərlər süləsinin son nümayəndəsi Axsitan deyil, xeyr, Hüşəngidir. Təbrizin tutulması ilə Azərbaycan işğalını başa çatırdı. Şeyx Üveys, xeyr, Şirvanı ələ keçirməklədir. Hülakilər dövlətinin tənəzzülünün başladığı dövrdə daxili müstəqilliyin bərpa etdi. Daxili müstəqilliyi var idi əslində, bu deyə yanlışdır. Üçüncü yürüşü zamanı Şirvanşah 1-ci İbrahim vasitəsilə sülh bağlandı. Üçüncü Georgi. Yox, üçüncü Georgi burada yox idi. Burada bircə baxaq. Toxtamış xan Hülaki dövlətinin hücumunu. Hülakilər dövləti 14-cü əsrin 80-ci illər mövcud deyil. Kəsarilər sülaləsinin son nümayəndəsi 2-ci Axsitan yanlışdır, Hüşəngdir. Təbrizin tutulması lazım bir Şeyx Üveys, bu da yanlışdır. Burada Hülakilər dövlətinin tənəzzülü dövrünü daxili müstəqillik bərpa etdi. Bu doğru cavab ola bilər, D variantı. Digər bir variant 3-cü Georgi ola bilməz burada. 7-ci Georgi ola bilər. Ona görə də D variantı uyğundur. 16-cı sualda daha sonra baş vermişdi. Azərbaycanda Teymurilərin hakimiyyətinə son qoyulması. 1408 deməli Şirvanşahlar dövlətinin Teymurilər tərəfindən asılı salınması. 1386 Şirvanşah 1-ci İbrahim tərəfindən Azərbaycan torpağına aid ala bilməsi. 1406-dır. Cəlalilər dövlətinin yaranması 1340. Şirvanşahlar dövlətinin 1-ci İbrahimin hakimiyyətə gəlməsi isə 1382-ci illərdir. Daha sonra baş verdiyi deyirsə, Azərbaycanda Teymurilərin hakimiyyətə son qoyulması. Qara Yusif son qoyub, 1408 Teymuriləri Azərbaycandan qovubdur. Yəni, burada ona görə adı. Digər isə, məsələn, Şirvanşahlar və Teymurilərin asılı 1386. Azərbaycan torpaqlarının vahidlərinin birləşməsi 1-ci İbrahim tərəfindən 1406. Cəlalilər dövlətinin yaranması 1340. Şirvanşahlar dövlətinin 1-ci İbrahim hakimiyyətə gəlməsi isə 1382-dir. Deməli, A uyğun. Daha sonra baş verirsə A uyğundur. 17-ci suala baxırıq. Toxtamış xanın yürüşündən fərqli olaraq Cəlalilər Şeyx Üveysin yürüşü və Əmir Teymurun. Deməli, Cəlalilər Şeyx Üveys Toxtamışın Təbrizi ələ keçirib, hər ikisi Təbrizi ələ keçirib. Şirvanşahlar dövlətinin asılı hala düşməsi. Bu Şeyx Üveysdə aiddir. Bütün Azərbaycanın işğalının başa çatdırılması. Bu da Şeyx Üveysə aiddir. Yəni, götürə bilərik. Deməli, Əmir Teymurun yürüşü. Bağdad şəhərinin tutulması. Toxtamış xandan fərqli olaraq Əmir Teymur. Bağdad şəhərinin tutulması ola bilər, Əmir Teymura aiddir. Azərbaycan şəhərlərinin qarət və tanrıların məruz qalması hər ikisinə aiddir. Deməli, birdə A-nı götürə bilmərik. 2-də isə B-ni götürə bilmərik. 2-də B, 1-də A, 2-də B olan variantlar yanlışdır. 1-də A, 2-də B olan variantlar. 1-ci İbrahimin asılı, Əmir Teymurun 1-ci İbrahimin asılı vəziyyətə düşməsi. Bu da doğrudur. Deməli, AC olur. 1-də BC, 2-də AC, B variantında doğru cavabımız verilmişdir. 18-ci sualda qeyd edilir ki, xronoloji ardıcılı müəyyən edin. Yusif ibn Əhməd tərəfindən Bədi Kəsanın hazırlanması 1319 yazaq. 19. Sonra Marağa Rəsədxanası olub 1259. Gəncə şəhərin bərpa olunması 1239.
Teymurun sifariş hazırlaması 1399 Teymurun sifarişi ilə. Deməli burada olmalıdır. Deməli Gəncə şəhərinin bərpa olunması 3-2-1-4 olmalıdır. 3-2-1-4 A variantında verilib 18-ci sualda. 19-cu suala baxsaq, burada deyir ki, 14-cü əsrdə Azərbaycan hücumuna məruz qalmamışdır. Özbək xan olub, məsələn 1318-35. Şeyx Üveys məsələn 1359-67 olub. Toxtamış xan 1385, Əmir Teymur 1386. Burada Teymur Əbu Səiddir. Doğru cavabımız Y variantıdır. Cəlalilər dövlətinə aid uyğunluq pozulmamışdır. Yəni doğru olanı seçir. İlk paytaxtın Təbriz olması yanlışdır. İlk Bağdad olub. Azərbaycan ərazisinin meydana gəlməsi. Bu da yanlışdır. Mərkəzlərdən birinin Bağdad şəhəri olması. Doğru cavabımız C variantıdır. Şirvanşahlar dövlət tərəfindən asılı hala salınması yanlışdır. Şirvanşahları asılı hala salınmışdır. Teymurlərə qarşı mübarizədə qalib gəlməsi burada C variantıdır. Mərkəzlərdən biri Bağdad. Əvvəl Bağdad olub, sonra Təbrizə köçürülüb. Dinlədiyiniz üçün təşəkkür və minnətdarlığımızı bildiririk.